Evladın sənə artıq ehtiyac duymadığı vaxt sənə necə münasibət göstərirsə, bu çox vaxt onun sənə ehtiyac duyduğu dövrlərdə sənin ona necə yanaşdığını əks etdirir. Bugün elə valideynlər var ki, övladlarının onları ziyarət etməməsindən şikayətlənirlər. Amma bu təkcə incimək üçün yox, özünə sual vermək üçün bir səbəbdir. Mən o uşaq mənə həqiqətən ehtiyac duyanda onun həyatında var idimmi? Valideyn olmaq sadəcə eyni evdə yaşamaq deyil. Valideyn olmaq diqqət göstərmək, dinləmək, qorumaq və başa düşməkdir. Bəzən valideynlər uşaqlarının yanındadır, amma həyatlarında deyil. İstər uşaq evində böyüyən uşaqlar olsun, istərsə də valideyni ilə eyni evdə yaşayıb valideyn qayğısı görməyənlər. Sevgi və diqqətdən məhrum böyüyən uşaq üçün valideynin fiziki varlığı ilə yoxluğu arasında böyük fərq qalmır. Çünki uşağı yaralayan valideynin olmaması deyil, valideynin ruhən yoxluğudur. Nəticədə məsələ harda böyümək deyil, necə böyüməkdir. Uşaq evində böyüyüb sağlam şəxsiyyət olanlar da var. Valideyni yanında olub daxilən boşluqla böyüyənlər də. Uşağın yaddaşında isə ən çox qalan budur. Sən onun həyatında nə qədər var idin? Allah valideynli, valideynsiz fərq qoymayan bütün uşaqları öz himayəsində saxlasın. Uşaq evində böyüyən balalara güclü ürək, sağlam ruh, düzgün insanlar nəsib etsin. Onlara sevgi verən hər kəsi valideyn savabı ilə mükafatlandırsın. Valideynlərə isə yalnız ad olaraq yox, qəlbən valideyn olmağı nəsib etsin. Allah heç bir uşağı sevgidən, diqqətdən, mərhəmətdən məhrum etməsin.